Patrul xidməti Mamed Radarov. Vətəndaş Tarzan, siz cüngli masivində qaydaları pozmuşsunuz. Mən nə qayda pozmuşam burada? Necə yəni nə qayda pozmusan? Nə qarmışam ki? Qadağan olunan sürət həddini aşaraq saatda 180 km sürətlə radara düşmüsünüz. Radara düşmüşəm? Bəli. Kəndirlə radara düşən şey deyirək. Düşmüsünüz ki deyirəm də. Bundan əlavə siz bilmirsiniz ki o əcaib siqnallar çoxdan qadağan olub. Bu nə siqnallardır verirsiniz? Siqnal deyil, o mənim öz səsimdir. Bayaq qışqır, o mənim səsimdir. Çitan axtarıram. Nağıl danışma görün bura. Yer gəlmişkən hanı o dostun Çita? Çita Qarella ilə bu yerlərdə gəzirlər uşaqlarla. O da dünən şəhərdə dələduzluq eləyib. Xəbərin var bundan? Nə qarıb ki? Neynəyəcək? Svetoforun başına çıxıb qırmızı işığı qırıb, müəyyən stoykanı alıb, ədəbsiz formada nəqliyyat vasitələrinə qırmızı işıq göstərib. Çita? Bəli. Olmaz, hayır. Olub ki deyirəm. Olmaz, bu saat mən gəlib onu taparam. Hara gedirsən? Gəl, gedək bölmədə danışarsan. Nə bölmə? Aç şkabamı, aç qapını görüm. Bir dəqiqə, nə bölmə? Çita! 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 Ötür. Bağlayın qapını.